Bəli, Xırdalanda nəqliyyatın hərəkətinin təkmilləşdirilməsinə dair yeni yol layihələrinin icrasına başlanılacaq. Bu layihə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyatın infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq həyata keçirilir və layihə çərçivəsində deməli Bakı şəhəri ilə Şamaxı yolunun üstündə deməli yol nəqliyyatının daha da intensivləşdirilməsi istiqamətində layihələrin icrasına hesablanıb. Məhz onu da qeyd edeyim ki, məlum olduğu kimi Bakı ətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Bildiyiniz kimi son illərdə Xırdalan şəhərində də əhali sürətlə artır və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırır. Onu da qeyd edeyim ki, bu ərazidə ümumilikdə 300 mindən çox insan yaşayır və ərazi ətrafından keçən dəmir yol xətti və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni yolların salınmasına fiziki olaraq mane olur. Və bu baxımdan, bu məhdudiyyətlər səbəbindən də sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və Xırdalan şəhərinə daxil olanda da sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli olurlar. Elə bu məqsədlə Xırdalan şəhərindən M4 Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. O tunellərdən biri məhz kadrlardan görürsünüz bu istiqamətdə olacaq ki, bu tunellər vasitəsilə də hərəkətin daha da intensivliyi təmin edilmiş olacaq. Ümumilikdə bu ərazidə 80-dən çox canlı işçi qüvvəsi və onlarla texnika fəaliyyət göstərir. Ümumilikdə bu layihənin 2027-2030-cu illər ərzində icrasının tamamlanması gözlənilir. Hələlik bizim bu ərazidən çatdıracaqlarımız bu qədərdir. Burada görülən işlər barədə və ümumiyyətlə bunun nəticələri necə olacaq? Bu haqda da paytaxtdakı sürücülərdən, hərəkət iştirakçılarından fikirlərini öyrənəcəyik.